Quru sərhədlər bağlandıqdan sonra Azərbaycandan xarici köçənlərin sayı kəskin şəkildə artıb. Yenavaz.com xəbər verir ki, ölkədə quru sərhədlərin bağlandığı 2020-ci ildə daimi yaşamaq üçün Azərbaycanı tərk edənlərin sayı 568 nəfər olub. Qeyd edək ki, növbəti 2021-ci ildə onların sayı 570 nəfər, 2022-ci ildə 1069 nəfər, 2023-cü ildə isə 2 dəfədən çox artaraq 2483 nəfərə çatıb. Bu göstərici 2009-cu ildən sonra qeydə alınan ən yüksək immiqrasiya olub. Məlumat üçün bildirək ki, 2023-cü ildə Azərbaycanı daimi olaraq tərk edənlər əsasən Rusiyaya, Türkiyəyə, Amerika Birləşmiş Ştatlarına, Almaniyaya, Gürcüstana, Qazaxıstana, Özbəkistana, Böyük Britaniyaya və Türkmənistana üst tutublar. Cədvəldə 2020 və 2023-cü illərdə Azərbaycanı daimi olaraq tərk edənlərin köçdüyü ölkələr qeyd olunub.